pensiyalar artıq bir hissəsi ödənilibdir. Ayın 10-undan 9-undan sonra artıq bank hesab kartlarına pensiya, yəni o məbləğ qoyulubdur, pul qoyulubdur. İndi müəyyən hissə insanlar var ki, onlar mesela yaşla bağlı 20'sindən 26'sı arası alır. Sonra xüsusi işlərdə çalışan insanlar var ki, mən öyrənmişəm. Onlar da pensiya alır, təqaüd alır. Hələ ki onların da kartına ödəniş edilməyib. Amma indi bəzi xəbərlərimiz var. Aprelin 22-sində Respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Keçən ayda, yəni vaxtından əvvəl ödənildi kartlara, banka hesab kartlarına. İnsanların, yəni pensiyalanların kartına pul qoyuldu, pensiya qoyuldu. İndi inşallah xəbər verilir ki, aprel 22-sində Respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bunu Qafqaz Info xəbər verir. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. Əzizlərim, 22-sində də sonuncu. Yəni düşünürəm ki, o yaşla da bağlı 220 manat alanlar var, yaşla bağlı. Onların da yəqin ki, sabah pensiyaları kartlarına əyləşəcək, oturacaq.